Kia Sportage hibridli maşın. Maşının arxa hissəsində heç bir zədə yoxdur. 2023-lü 1.6 motordur. 5000 dollardan satışa çıxır, 100 min yol gedib. 4-cü maşındır. Maşının sol hissəsində heç bir zədə yoxdur. Salona gəldikdə belə bir gözəl salonu var. Heç bir ayrabak atmıb. Koji salondur. Stenlik qızdırıcı, rol qızdırıcı. Maşında heç bir ayrabak atmıb. 22.1K'dır, bu bunun VIN nömrəsidir. Koji salonlu. Deməli, maşına nə lazımdır? Maşına bir dənə ön bufer lazımdır, ablusovka lazımdır. Bax, gördüyünüz kimi heç nə olmayıb ön hissəsinə. Bir dənə ablusovka, bufer, fara, krilo alınacaq. Yəni bu vandalizmdir. Yəni maşında qəza olmayıb. Bax, gördüyünüz kimi heç nə yoxdur. Prosta zapsasdan çıxardıblar. Kimə lazım olsa əlaqə saxlaya bilər, haçarsız daxil olma da var.